Boşan meşələrini gəzərkən belə çox maraqlı bir yer tapmışam. Göl əməlli başlı bu rəngdədir, pas rəngindədir. Əməlli başda maraqlı bir yerdədir, çala formasında yerdir. Ətrafı da belə ağaclarla çevrələnir. Belə çox əcayib, maraqlı bir yerdədir. Yəni burada əməlli başlı kamping qurmaq olar. Yığırsan uşaqları, gəldin çadırını qurdun, axşamı qaldın bu gözəl bir mənzərədə. Qalmağa da dəyər bir yerdir. Özdə mən bu arada ilk dəfə görürəm belə bir gölün bu rəngdə olmağı. Yəni heyrətamiz bir yerdir. Çox maraqlı bir yerdir. Bu da böyük ehtimalla torpaqda hansısa bir maddənin nəsə bir artıq olmağından irəli gəlir və gölə bu maraqlı rəngin verir. Çox gözəl, maraqlı və cəlb edici yerdir. Gələsən qalasan da bir neçə gün burada.